Salamlar, salamlar, salamlar. Necəsiz? Deməli, bugünün səhərimizi açdıq. Allah'a çox şükür. Yağmur indi gedirəm baxmağa. Zeynəb apardım, qoydum məktəbə. Yağmur bugün də getməyəcək məktəbə. Çünki məktəbdə icazə almışam. Ərizə yazmışam dajı. Gərək Yağmura baxaq bir yerdə. Görək nə var, nə yox. Görüm qızdırması yox. Səhərə qədər inanırsınız nə qədər tərini dəyişmişəm. Yox, şükür, şükür ya Rəbbi, çox şükür, əlhəmdülillah. Tər nədir bu? Qızdırması yoxdur, çox şükür, əlhəmdülillah. Valla baxanda çox xahiş edirəm. Sizdən artıq dərəcədə xahiş edirəm. Maşallah da yazın, maşallahı unutmayın. Çünki mən hansı bir verilişəmi, hansısa bir vlogamı, kimisə vlogunama baxanda o qədər maşallah deyirəm də. İçinizdə bu maşallah gəlsin. Çünki nə üçün? Düzdür, deyəcəksən ki, körpə deyirlər, bəbə deyirlər, amma uşaqdılar, qız uşaqlardır. Ümumiyyətlə, gözə necə deyim, istəkdən də, sevgidən də insan gözə gəlir, nəfsə gəlir. Belə ananın belə gözü dəyir də. İndi demirəm, sizin gözünüz dəyib, əstağfurullah, elə şey düşünməyin. Amma bir maşallahınızı heç olmasa yazın. Çox xahiş edirəm, mütləq şəkildə. Düz yazanlar var, amma hamı yazsa çox gözəl olar. Yəni, o bir maşallahla heç kəs heç nə əksilmir, eləmir. Burada əksinə Allahın gözündə yüksəlir ki, bu kiminsə videosuna baxanda bir maşallahı var. Yəni, necə deyək? Nəfsli insan, gözü olan insan deyil də. Yəni, pis qəbul eləməyin. Hər neysə qızlar, bu günləri belə beynimə bir şey batdı ki, mən bu günləri başqa bir şey eləyim. Nə eləyim sualı var. Dedim, bilinçik eləyim və ballı marketdə belə balaca belə süt satırdılar. İri süt istəmirdim, çünki bizdə süt içən yoxdur ümumiyyətlə. Alsam da belə içən yoxdur, xarab olur, tulluyuram. Ona görə balaca belə süt aldım. Bu arada da sifətimin çilləri, Yağmur xoşlayır, mən çilləmi mən xoşlamıram. Hər neysə, süt aldım, bilinçik eləyəcəm. Haydi. Deməli, başladıq. Bu sütü belə bir sütdür. Azər sütün balaca versiyası, yəni bir stəkanlıq. Gördünüz, tam bir stəkan. Stəkanımın da ölçüsü 200 millidir. Deməli, 2 yumurta vurdum. Həmin o bir stəkan sütümüzü əlavə eləyirəm. Bir stəkan da ilıq suyumuzu, suyun rənginə baxmayın, sütlü stəkandır deyə ona görə. Bir stəkan süt, bir stəkan ilıq su, 2 yumurta. Bunu qəşəng çırpanla çırpırıq. Yumurtanın sarısını üstünə qoymaq istəyirəm ki, dağılsın. Gördünüz, rəngi necə qəşəng oldu. Şimdi bura şəkər tozu əlavə eləyəcəm. Un əlavə eləyəcəm. Duz bir də. 2 xörək qaşığı şəkər tozu. Yarım çıxdı. Birini də əlavə eləyim. 2 xörək qaşığı şəkər tozu, bir də duz gətirim. Bu qədər də çay qaşığının yarısı qədər duz, 1 stəkan un. İndi hərə bir cür pişirir. Mən də indi belə eləyəcəm. Əslində əvvəl tamam başqa cür eləyirdim. Bunu gördüm, belə sınadım. Dedim, görüm bu necə çıxacaq. Şimdi bunu yaxşıca çırpırıq. Elə çırpmalıyıq ki, bu təmiz açılsın. Yəni düyünləri, unun düyünləri qalmasın, yumru qalmasın. Tam rahat şəkildə açmalıyıq. Və 3-4 xörək qaşığı da yağ əlavə eləyirəm. Mən gözü yağı əlavə eləyəcəm. Все. Bunu da yaxşıca qarışdırırıq.
Şimdi birazdan bunu tam çırpın. Sonra tavanı koyacağım. İsinsin. Başlayacağım pişirmeye. Çoktan da pişirmirəm. Hardasa qabaq pişirmişəm. 3-4 il bundan qabaq pişirmişəm. 3-4 il olar. Yo 4-5 il daha bundan qabaq belə bir bilincik pişirdim. Çok da qəşəng çıxdı. Hətta uşaqlar bu bilincikin arasına şokolad yağı falan sürtdülər. Belə yedilər. Çox xoşlarına gəlmişdi. Sonra pişirmədim. Bilmirəm niyə. Səbəb nə idi? Və tavamızı yaxşıca qızdırıb biraz yağ əlavə edirəm. Sonra bunu qəşəngcənə yayıram. Ki hər tərəfində bu yağ olsun. Və bir çömçə belə götürürəm. Görək başımıza nə gəlir, çoxdan da eləmirəm. Sonra bura əlavə edirəm. Bir dənə də götürüm. Təzən əlavə edirəm. Artıq bilincikin xəmirini əlavə elədim isti tavaya və yaydım. İndi bu formada kənarlarını açmalıyam ki çevirmək rahat olsun. İnşallah cırılmadan çevirə bilərəm. Wow! Super! Həmişə mən bunu çevirəndə az qala çırırdım. Yəni bu bölünürdü belə. Super. Deməli qızlar, alındıra bildim. Çox super də çıxdı həqiqətən də. İndi dadının şirinliyini bilmirəm. Çünki videoda göstərilən kimi elədim. Bir xanım paylaşmışdı. Çox gözəl izahatı da var idi. Deməli mən buna 1 stəkan süt, 1 stəkan ilıq su, 2 ədəd yumurta, 3 xörək qaşığı şəkər tozu, yarım çay qaşığı duz və 3-4 xörək qaşığı da duru yağ əlavə elədim. Yaxşıca çırpdım bunları. Amma unu isə 1 stəkan 200 ml əlavə elədim və əlavə olaraq o stəkan yarısı hardasa 300 ml belə 300-350 mg un əlavə elədim və çox qəşəng də çıxdı həqiqətən də. Qoy. Deyəsən gözdəyir xəmirəmə. Baxın. Gözəlliyə. İndi belə götürəcəm. Görün nə gözəldir. Qəşəng də çıxıb. Rəhmətli mamam həmişə deyirdi ki, bala nə çəkirsən, nə edirsən, çalış. Elə adamlarla paylaş ki, bir necə deyək, maşallahı olsun da. Vallahi bu platformaya gələndən başımıza gəlməyən qalmadı. Ayda bir video çəkə bilmədik. Neysə sağlamlar. Hə, deməli qızlar, burada su qoymuşam, baxın. Su qoymuşam. Bunu nə üçün qoymuşam, biri bilsəz. Bir də yine burada qablarımı yuyacağım. Və burada unvan kimi yarısını boşaltdım. İçini yuyulmuşlar və yuyulmamışlar buradadır. Bunları da yuyub gəlirəm. Aa, yanır. Paşardı. Səncə nə pişirirəm Yağmur? Bilmirəm nə pişirirsən. Təxmin elə də sən təxmini yaxşısan. Hə? Nə tər yeyim? İpucu ver. Nə bilim. Səncə suda qazanda nə pişirir? Ha, makaron. Yox, makaron deyil. Dolma. Yox. Dolma suda pişirirlər. Küftədir. Dolma suda pişirmirlər. Dolma bükürlər qoyurlar, biraz su tökürlər də. Suda pişir, amma biraz da bu qədər də yox da. Bu yox, bir qazan suda. Olmaz, onun su yox. Həm də qatığı olmalıdır. Hə, düzdür. Hə, fikirləş. Fikrə yetdi bir qədər. Dedi yeyəsiz körpələr. Yemək pişirirlər. Yaxşı get bacının sumkasını aç bax. Sən gələnə qədər. Hə, qızlar, qoy getsin eşələsin axtarsın. Bunları yuyum, təmizləyim və bura içəri yığım. Burada şununu belə qoymuşam ki, paltar yumuşdum. Nədir qızım? Elə təxmin eləmişdim ki. Gəl görüm bura. Orasını Gir ekrana türkümün. Təxmin eləmişdim ana.
Necə təxmin eləmişdi? Həqiqətən, amma həqiqətən Bəs nə demədi? Prosta Atan nə şey. bilim, həmişə təxmin edirəm, özün də bilirsən, amma demirəm ki, birdən səhv olar. Dönəndə bəbəx tüyü də fısına da. Məktəbdə də elə olur. Hincav. Ölür, hələ vəziyyəti çətindir. Ayda, özümü yaşayırmış kimi hiss eləmirəm, elə çuruq falan. Neyse. Bu gün şükür Allaha yağmur bir-iki gün bundan qabağa baxana yaxşıdır. Qızlar çox sağ olun sizə. Çox şəfa dilədiniz. Allah razı olsun. Və hər videomun altında maşallah yazın balalarıma. Sifətə var. Deməli Zəzi, xoşuna gəldi o. Bilinçik, okey. Yağmur bizə nə dedi? Dedi onsuz Zeynəb məktəbdədir, xəbəri yoxdur da. Biz yeyək, Zeynəbə də sonra pişirərsən də. Nə oldu? Nə oldu? Döyməyi yesən? Döyür. İndi divanı yığacağım. Görün bunlar sonra harada eşələnəcəklər. Ada saçımı olur. Eləmək yaxşıdır. Deməmişdi, ala ye. Ala ye. İstəmirəm. Ala ye. İstəmirəm. İlişmə mənə. Qızlar deməli şu burada xingalı bişirirəm. Uşaqlar xingal istədi. Mən də özümdə halım yoxdur deyə bunu edə bilmirəm. Aldım hazır. 2 paçka aldım. Dedim hərəsinə bir paçka. Əslində çoxdur amma dedim qoy olsun. Burada da çaydanımı qaynamağa qoymuşam. Və bu çaydanımı da yudum. Bir də buraları biraz əl gəzdirdim. Biraz sular çəksin yerləşdirəcəm. Güllərimi suladım. Və çirkli qablarımı yumuşam. Təmiz qablara yerləşdirdim və onun yerinə də təzə yuduqlarımı qoydum. İndi gözləyirəm bunların da bir balaca sular çəkilsin. Hamısını öz yerinə yerləşdirəcəm. Qızlar paltarları da yumuşdum. İndi düşürəm aşağı şey eləməyə, nədir onun adı, yığım. Hava da bu arada çox pis çönüb. Baxın, göyün üzü çox buludludur. Sabaha yox, da bazar günündən dəhşət yağışlar deyiblər. Gələn həftəyə qədər, harsı 3-cü, 4-cü günə qədər demək ola baş düşdü. Həftəni bütün yağış deyiblər. Deməli sizə dedim ki, divanı yığacağam və yığdım. Sadəcə ola bir ədəd yağmur da burada var. Şunurlar da yanında, bilmirəm özünü toqa verəcəklər, ağaracaq. Axırı hər nəysə. Divanı yığdım. Paltarları oradan yarısını, uşaqların paltarlarını verdim. Yağmur yerləşdirdi. Yox da yarısını da özüm yerləşdirdim. Öz paltarlarımı, mənim paltarlarımı yerləşdirmişsən? Yox. Öz paltarlarımı. Hə də mən də deyirəm ki, paltarların yarısı bayaq çəkmişdim. Mənənəm. Paltarların yarısı yağmur, yarısı mən. Bu nədir? Maykalar. Bura bax, maykalar yerdədir. Bu maykalar maykalardır. Hə. Bu maykalar yulasıdır. Çünki axşam yağmur bana çox tərləyir və bir ədəd Zeynəb yerdə sərələnib. Nə açır? Dur saçını dara. Saçın fenliyim. Zeynəb də çimib həmişə təmizlikdə. Sən sabah çimərsən də.